Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz elə Avropada təhsil mövzusuna toxunacağıq. Bu gün sizinlə mən, Gənc Avropa səfiri Taliyə Bayramova və Bakı Təhsil Məlumat Mərkəzinin rəhbəri, təhsil eksperti Günay Məsim olacaq. Xoş gəlmisiniz Günay xanım. Bu gün sizi burada görmək olduqca xoşdur bizlər üçün. Təşəkkür edirəm dəvətiniz üçün. Siz sağ olun. İlk olaraq istərdik sizin fikrinizi öyrənək. Azərbaycanlı gənclər üçün Avropanı bu qədər cəlb edici edən amillər nələrdir? Doğrudan da bizim gənclər, bizim ailələr üçün Avropa maraqlı istiqamətdir. Bu müraciətlə yanımıza gələn çox olur. Bu əlbəttə ki, əsas olaraq keyfiyyətli təhsil və daha əlverişli büdcə ilə bağlıdır və valideyn elə içəri girəndə birinci onu deyir ki, biz xaricdə oxumaq istəyirik, amma bizim üçün Amerika çox uzaqdır, İngiltərə çox bahadır və gəlin Avropadan danışaq. Elə bax bunu danışanda biz artıq bilirik ki, gözlənti nədir? Tamamilə düzgün məqamı vurğuladınız Günay xanım. Hal-hazırda valideynlər övladlarının Avropada təhsil almasını istəyirlər. Lakin bu zaman onlar müraciət prosesində bəzi çətinliklərlə qarşılaşırlar. Bu çətinliklər nədən ibarətdir? Bu haqqda bizə məlumat verə bilərdiniz? Çətinliklər əsasən odur ki, biz Avropa deyəndə, yəni Avropa çox ümumi anlayışdır. Gəlin başa düşmək lazımdır ki, hansı Avropadan söhbət gedir, hansı ölkələrdən söhbət gedir və valideyn tələbə çox vaxtı ölkə seçirlər, amma universitet seçmirlər. Yəni biz axı gəzməkdən danışmırıq, turizmdən danışmırıq, biz təhsildən danışırıq. Uşaqların özündə araşdırma bacarığı olmalıdır ki, başa düşsünlər ki, hansı universitetlərə onlar daha çox onların portfoliosu uyğundur. Deyək ki, Qərbi Avropa var, Şərqi Avropa var, Skandinaviya ölkələri var, Pribaltika var. Bunların da sistemləri də, təhsil sistemi də fərqlidir və tələbəyə qoyduğu, qarşısına qoyduğu tələblər də fərqlidir. Bax, bunun fərqinə varmalıdır. Birinci çətinlik odur ki, bizim tələbələr, əgər məktəb bizim yerli kurikulumdan gedirsə söhbət, bizdə 11 illik təhsildir. Attestat təhsili 11 illik təhsildir. Çox vaxtı 11 illik təhsil Avropada birinci kursa qəbul olmaq üçün yetərli deyil. Çünki çox ölkələr 12 illik təhsil istəyirlər. Və hər yerdə də hazırlıq foundation dediyimiz proqram hər yerdə yoxdur bu. Çətinliyin biri elə bax budur və bu daha çox Qərbi Avropa ölkələrinə aiddir. Əgər 11 illik təhsillə müraciət edirsə, mən həmişə Şərqi Avropaya daha çox üst tutmalarını məsləhət görürəm. Bu çətinliyin biridir deyərdim. İkinci, əgər Avropada, məsələn Almaniya kimi ölkədə hamı eşidib bilir, pulsuz təhsil, ödənişsiz təhsildən gedir söhbət. Amma bunu da bilmək lazımdır ki, həmin o təhsil məhz Alman dilindədir, dövlət dilindədir, çünki dövlət universitetlərindədir. Yenə də gəlib tələbənin üzərinə gəlirik ki, o həmin dövlətin dilini bilirmi? Hansı dildə oxumaq istəyir? Çoxu gəlir, məsələn, ingilis dilində oxumaq istəyirlər, amma ingilis dilində təhsil Avropada pulsuz deyil. Bunun ödənişi var. Çoxu ümumiyyətlə özəl universitetlərdir. Bu da bax həmin o həmişə deyirəm sualtı daşlar. Bunlardan biridir. Bir də bəzi ölkələr var ki, sizin müraciətiniz üçün artıq attestatınızın əlində olmağını istəyir. Yəni bu o deməkdir ki, siz attestatı alırsınız iyun ayında və ondan sonra yalnız müraciət edə bilərsiniz. Və yaxud 18 yaş istəyir. Bizim isə məktəb şagirdləri 16-17 yaşında biz məktəbi bitiririk. Çünki dediyim kimi 11 il oxuyuruq cəmi. Bu da bir çətinlik törədir. Çünki 18 yaşı olmamış bəzi müraciətlər mümkün deyil etmək. Bunun üçün də uşaqlar araşdırma etməlidir özləri və hər deyilənə inanmamalıdırlar. Bir də ki, bəzən ölkə xətrinə daha çox ölkəni seçirlər deyə hansısa bir keyfiyyətsizmi deyim, reytingsiz universitetlərə müraciət olunur. Söhbət reytingdən getmir əlbəttə ki. Mən çox da reyting takıntılı insan deyiləm özümdə, halbuki təhsil mütəxəssisiyəm. Universitetin akreditasiyası vacibdir. Universitetin tutduğu pozisiya vacibdir. Bunları bilmək lazımdır. Günay xanım, bacarıq, bilik, təcrübə universitet müraciətində də vacib rol oynayır.
Digər bir məsələ isə müraciət mərhələsidir. Bildiyiniz kimi müraciət mərhələsində tələbələr çox çaşdırıcı məqamlarla rastlaşırlar. Və bu çaşdırıcı məqamlar nələrdən ibarətdir Günay xanım? Bu haqqda məlumat verə bilərdiniz? Müraciət prosesində birinci tələbə elə bilir ki, əgər onun IELTS balı varsa, bu kifayətdir və yaxud SAT balı varsa, bu kifayətdir. Çox vaxt dərinə varmırlar. Amma universitetə müraciət tək TOEFL və daha doğrusu IELTS, TOEFL fərqi yoxdur bunlardan biri. SAT ilə deyil. Yəni tək testdən getmir söhbət. Burada digər formalar var ki, onları doldurmaq lazımdır. Sizin haqqınızda məlumatdan gedir söhbət. Ondan sonra essay, personal statement deyirlər. Yəni məqsəd məktubu. Bunun yazmaq və özünü qəbul komissiyasına düzgün təqdimatını etmək lazımdır. Bu məqamlar vacibdir. Digər məsələlər, məsələn, bəli, TOEFL, SAT yüksək ola bilər, deyək ki. Çünki dil bacarığınız yaxşıdır, riyaziyyatınızı da SAT-də göstərdiniz. Amma siz deyək ki, mühəndisliyə sənəd vermisiniz və onlar sizin həm də fizikanızı yoxlamaq istəyirlər. Çünki mühəndis birbaşa kimya, fizika bu sahəniz bu olacaq. Və çox vaxtı bax bunları düşünmürlər və bu daxili imtahanlardan tələbələr kəsilir əgər hazırlaşmayıblarsa. Mən həmişə tələbə gələndə və birinci onun hansı ixtisasa getməyini soruşuram. Əgər ixtisas seçilibsə, mütləq o fənlərdən hazırlıq görməlidir tələbə ki, sonra sabahları bu imtahanları verməlidir. İmtahan olmasa da belə, deyək ki, universitet istəmir, məktəb qiymətlərindən kifayətləndi, deyək ki. Amma sonraki mərhələdə axı bu uşaq orada oxumalıdır. Necə oxuyacaq? O dərslərin öhdəsindən necə gələcək? İqtisadiyyat fakültəsi seçib. Yalnız riyaziyyat deyil, burada o statistika keçəcək, iqtisadiyyat keçəcək, ekonomik fən keçəcək. Bunların öhdəsindən gəlmək lazımdır. Düşünürəm ki, bax, dərin düşünəndə bunları düşünmək lazımdır. Digər bir məsələ isə sizin 25-26 oktyabr Avropa İttifaqının nümayəndəliyi tərəfindən Avropada təhsil sərgisində Avropaya aparan yol xəritəsi adlı təqdimatla çıxış etmisiniz. Məhz elə bu təqdimat üzərindən çıxışımızı davam etdirmək istərdik. Təqdimatınız zamanı abituriyentlərin, gənc tələbələrin sizə ünvanladığı nə kimi suallar var idi? Bütün təqdimatlarda olduğu kimi, bütün görüşlərdə olduğu kimi tələbələrin əsas sualı həmişə təqaüd üzərinə gəlir. Tam təqaüddən gedir söhbət. Və bu tam təqaüd məsələsini mən həmişə tələbələrə açıqlayıram. İlk növbədə onu demək istəyirəm ki, tam təqaüd, ümumiyyətlə təqaüd imkanları daha çox magistrlar üçün mövcuddur. Bakalavr üçün daha az sayda təqaüdlər olur. O da bəlli bir məsələdir, normaldır. Dünyada praktika budur ki, daha çox özünü isbat etmiş tələbəyə o təqaüd imkanları təklif olunur universitetlər tərəfindən və yaxud fondlar tərəfindən. Məktəbliyinin gələcək təhsilinə, 3-4 ilinə yatırım etmək bu biraz daha nadir görülən bir şeydir, amma yenə də var. Tələbələrə təqaüd imkanları barədə daha çox danışdım və onların təqaüdü qazanmaq üçün özlərinin top tələbə olmasını anlattım. Yəni biz yenə də bayaqki sualın üstünə gəlirik ki, insan tələbə gərək özünə baxsın, hansı keyfiyyətləri, hansı bacarıqları, hansı nəticələri var, onun üzərindən artıq tam təqaüdü düşünmək lazımdır. Yəni tam təqaüd elə şey deyil ki, hamı onu qazanır. Digər bir məsələ isə tələbələrin və gənclərin tərəddüd etməsidir. Gənclərimiz müraciət zamanı tərəddüdə gəlib çıxır məsələ. Tərəddüd edən gənclərə tövsiyələriniz nələrdir? Nədən qorxmamalıdır onlar? Birincisi, mən həmişə pozitiv yanaşıram. İndi hal-hazırda ola bilsin ki, tələbə bəli arzuluyur, xaricdə oxumaq istəyir, Avropada oxumaq istəyir. Amma hal-hazırda o yetərli deyil. Onun portfoliosu və bilikləri yetərli deyil, dil səviyyəsi yetərli deyil. Bu demək deyil ki, dünyanın axırıdır. Mən həmişə deyirəm ki, arzu elə bir şeydir ki, bugün arzuladım, sabah olası deyil. Arzu elə bir şeydir ki, bir yol getmək lazım idi onun üçün yol getmək lazımdır. Təhsil üçün də heç vaxt gec deyil. Əgər sizdə, məsələn, məktəblisiniz və bakalavr üçün xaricdə təhsil almaq istəyirsiniz, Avropa təhsil almaq istəyirsiniz, amma indi alınmırsa, bakalavrı öz ölkəmizdə də oxuyub, sonra magistraturanı hədəfləyə bilərsiniz. Və yaxud sonraki təhsilinizi məhz Avropada, xaricdə istədiyiniz kimi ala bilərsiniz. Biraz daha olgunlaşarsınız, biraz daha bilikli olarsınız. Yəni, mən həmişə deyirəm, tələbələrə məsləhətim odur ki, pozitiv yanaşın, öz üzərinizə işləyin. Bugün, sabah alınmırsa, birisi gün alınacaq. Günay xanım, Avropada təhsil almağı arzulayan, lakin tərəddüd edən gənclərə yol xəritəsi yaratmaq mümkündürsə, bu yol xəritəsini yaratmaq üçün hansı amillər vacibdir?
Belə deyək, birinci işin başında olan ən birinci və ən əsas araşdırmadır. Və araşdırmanı ChatGPT vasitəsilə demirəm, düzdür, onunla da işləmək bacarığı olmalıdır. Hər uşaq da onu işləyə bilmir. Heç hər valideyn də işləyə bilmir ChatGPT ilə. Düzgün suallar qoymaq lazımdır ki, düzgün cavab alasınız. Universitetlərin öz saytından, veb saytlarından podkastlar dinləməklə çoxlu sayda informasiya mövcuddur, məlumatlar mövcuddur. Hamısını tapmaq olur internetdə. İndi hər şey var. İşin başında, əsasında araşdırma, öz üzərində çalışmaq, hardasa belə deyim, daha dəqiq desək, 8-ci sinifdən sonra 9, 10, 11-ci siniflər, yəni son 3 ilin qiymətləri çox vacibdir. Bu ortalama bal, GPA deyirlər. Bunlar yüksək olmalıdır. 5-lər, 4-lər, yəni əsasən də sizin seçdiyiniz ixtisasa uyğun fənləriniz, məsələn, mühəndislik seçmisinizsə, deməli sizin fizikanız yüksək olmalı və yaxud kimyanız, riyaziyyatınız yüksək olmalıdır. Başqa bir humanitar sahə seçmənizsə, sizin humanitar sahələrdən aldığınız qiymətlər yüksək olmalıdır. Çünki son 3 ilin qiymətləri mütləq artıq müraciət ərizə formasında göstərilir. Bu bir. Sonra dil məsələsi. Baxır indi hansı ölkəyə, hansı dildə oxumağa gedirsiz. İngilis dilisə əlbəttə dili möhkəm bilmək lazımdır. Siz çox vaxt bizimkilər test deyirlər, IELTS testi. Mən 8-ci sinifdən IELTS testi. Bu düzgün deyil. Bütün dilləri, IELTS olsun, TOEFL olsun, SAT-nin hamısının öyrənməyin əsası General English, əsas ingilis dilidir. İngilis dilini möhkəmlənəndən sonra akademik ingilis dili. Onun üzərindən hansı testi istəyirsiniz qurun. IELTS dilin biliyi deyil, testin biliyidir. Və eləcə də bütün testlərə bu aiddir. Yəni tək testdə fokuslanmasınlar. Bilik, savad alsınlar. Sonra bizdə bir dənə bir şey mövcuddur ki, son 2 ildə bizim tələbələr elə bilirlər ki, məktəbin biraz boş, necə deyim, biraz belə qeyri-ciddi yanaşırlar və əsasən yenə də testlərlə məşğul olurlar. Mən deyərdim ki, mütləq o fənləri özünüz individual şəkildəmi, məktəbdəmi fərqi yoxdur, amma onların üzərində işləmək lazımdır. Bayaq dediyimiz kimi sonradan siz onların universitetdə təhsil alanda o fənləri keçəcəksiniz. O boşluqlar sonra özünü çox göstərir və əsas onu bilmək lazımdır ki, qəbul olmaq hələ hər şey demək deyil. Əsas sonra o universiteti bitirməkdir. Avropada təhsil və amansız da barədə güclü akademik biliklər istəyir. Buna fokuslanmaq lazımdır, bunu düşünmək lazımdır. 9-cu, 10-cu sinifdən artıq o testlərə hazırlaşmaq, 11-ci sinifdə isə müraciətləri həyata keçirmək lazımdır, universitetlər seçmək lazımdır. Çox sayda universitet seçmək də düzgün hesab eləmirəm. Əgər yaxşı araşdırma etsəz, sizin bir short list, yəni qısa bir listiniz olacaq. Hara ki siz doğrudan da uyğunsuz. Mən həmişə deyirəm tələbələrə, birinci seçirsiniz özünün ən çox arzuladığı universitet, sonra sizin həqiqətən ən yaxşı universitet, Dream University deyirik, ən çox arzuladığı universitet, target universitet, hara ki mən doğrudan da uyğunam hal-hazırda mən portfolyoma görə və safe choices deyirik ona, yəni mənim dəqiq qəbul alacağım yer. Bu qaydada seçim edirik və bütün gücümüzü özümüzün o arzuladığımız universitet üçün toparlayırıq. Onsuz da arzu belədir ki, həmişə olan iş deyil. Arzuladığın universitetə getmirsənsə, ən azından o birilərə sən doğrudan da hazırsan. Yəni bu qaydada işləmək lazımdır. Və sonraki viza prosesi, bunu da çox yaxşı bilmək lazımdır. Çünki müxtəlif ölkələrdə, Avropa ölkələrində proses fərqlidir. Hardasa viza baxılması 3 ay çəkir, hardasa 2 həftə çəkir, 1 həftə çəkir. Bunları da bilmək lazımdır ki, zamanlamanı düzgün eləyəsiniz. Çox vaxt olur ki, ən ağrılı məqamlardan biri odur ki, hər şey yaxşı gedib, universitetdə qəbul olub tələbə, amma viza prosesi uzandığı üçün və düzgün planlama düzgün olmadığı üçün vizadan gecikmələr baş verir və universitetdə qəbul eləməyib sonra uşağı. Bax, belə şeylər olur. Ona görə diqqət
diqqətli olmaq lazımdır bu dediyim məqamların hər birində. Digər bir məsələni vurğuladı, süni intellekt məsələsi. Mən sizlə tamamilə razıyam. Çünki hazırda süni intellekt gənclərin araşdırma bacarığını kifayət qədər zəiflədən bir prosesdir. Azərbaycandakı gənclər süni intellektə güvənərək bütün materialları süni intellektə həvalə edirlər və nəticədə nə baş verir? Onlar Avropa universitetlərinə müraciət zamanı, hətta qəbul aldıqdan sonra, orada təhsil aldıqları zaman universitet müəllimlərinin həyata keçirmək istədiyi layihələrdə iştirak edə bilmirlər. Səbəb isə araşdırma bacarıqlarının düzgün şəkildə vaxtında inkişaf olmamasıdır. Bu çox vacib məqamdır ki, siz bunu qeyd etdiniz. Sizə çox dərin minnətdarlığımı bildirirəm. Bəli, ChatGPT çox rahat salıb tələbələri. Bunun isə sonra fəsadlarını biz sonradan görürük. Çünki araşdırma düzgün aparılmayıb, düzgün ixtisas seçilməyib. Sonrakı mərhələdə artıq tələbə təhsil alır və anlayır ki, bu təhsili o istəmirdi. Onun istədiyi tamam başqa bir şeydir. Çünki tələbələr özlərini tanımırlar. Bilirsiniz, ancaq yenə də deyirəm, qəbul üçün fokuslanırlar. Amma sən özünü tanımalısan. Özünü məktəb vaxtı artıq bir layihələrdə iştirak etməlisən, hansısa bir yay məktəblərdə iştirak etməlisən, bir təşəbbüs irəli sürməlisən, elə məktəbin daxilində. Bunlar hamısı büdcə ilə bağlı bir şeylər deyil ki. Bunu insan özü-özünə də eləyə bilir. Nə qədər sən özünü yaxşı tanısan, özünü yoxlasan, bir o qədər hansı ixtisasa daha uyğun olduğunu başa düşəcəksən və düzgün seçim edəcəksən. Bax, araşdırma mən buna deyirəm ki, veb saytlardan, universitetin özünün veb saytından deyək ki, orada oxuyan tələbələrlə ünsiyyətdən, indi bütün bu imkanlar var. Hamısından istifadə edib düzgün ixtisas seçilsin, düzgün universitet və düzgün ölkə seçilsin. Çünki əgər siz ixtisasınızı düzgün seçməmisinizsə, əsasən də Avropada belədir. Siz o kreditləri istifadə edib başqa bir ixtisasa transfer edə bilmirsiniz çox vaxtı. Təhsilinizi yarımçıq qoyub təzədən birinci kursa qayıtmalısınız və yenidən öz təhsiliniz üçün, o ixtisasınız üçün irəli getməlisiniz. Bəli. Digər bir məsələ budur ki, gənc tələbə, gənc Azərbaycanlı tələbə ən yüksək səviyyədə olan universitetdə təhsil alıb. Bəs daha sonra? Bəli, bu sualla tez-tez rastlaşıram ki, bax, daha çox valideynlər bunu deyir. Övladım oxudu, gəldi, iş tapa bilmir. Sonra necə? O ölkədə qalmaq istəyir də alınmır. Amma gəlin baxaq görək ki, bu 3 il, 4 il bu evladınız orada nə edib? Tələbə orada nə edib? Ancaq oxuyubsa, oxumaq bilirsiniz, tələbənin birinci işidir də, oxumalıdır da. Onda niyə getmişdi ora? Yaxşı oxudu. Bəs praktik tərəfi nə edib? Hansısa bir professorla bir layihəyə qoşulubmu? Hansısa bir publikasiyası, bir məqaləsi çıxıbmı, əgər elm sahəsindədirsə? Hansısa bir adı hardasa gedibmi? Nəsə edibmi? CV-sinə nə əlavə edib? Axı siz portfolyo yığırsınız. Siz universitetdə oxuduğunuz zaman da portfolyo yığırsınız. Siz üzərində necə işləyib, nə edib? Bu suallara cavab vermək lazımdır. Əgər tələbə öz üzərində işlədikcə, daha çox layihələrə imza atdıqca, fəal olduqca, onun portfolyosu da güclənir, bildikləri də güclənir və işə götürən tərəf nə istəyir? İşə götürən tərəf istəyir ki, götürdüyü tələbə tək bilikli yox, həm də bacarıqlı olsun. Bax, bu bacarıqları inkişaf elətdirmək lazımdır və mən bir tələbəm var idi, çox yaxşı bir Avropa ölkəsində çox yaxşı bir işə qəbul olmuşdu və ondan soruşanda ki, necə oldu ki, sən bakalavr dərəcəsindən sonra, hətta magistr yox, bakalavr dərəcəsindən sonra belə bir yaxşı iş əldə etdin. Dedi ki, mən 40 CV göndərdim, 39 intervyuda oldum, 40-cıdan keçdim. Yəni görürsüz ki, demək bu adam nə ruh düşkünlüyünə qapılıb, nə həyatdan küsüb, nə də ki, yorulub. Davam edirmiş. Bax, bunu etmək lazımdır. Aktiv olmaq lazımdır, sərhədləri aşmaq lazımdır, özlərində çalışmaq lazımdır və plana baxır, xarici ölkə mi olacaq, Azərbaycan mı olacaq, iş imkanlarını əldə edə bilərlər. Çox sağ olun Günay xanım. Bugün bizə çox maraqlı məlumatlar bildirdiniz. Əminəm ki, qeyd etdiyiniz məlumatlar hər bir Azərbaycanlı gənc üçün ilham verici məqamlar olmuşdur. Təşəkkür. Çox sağ olun bugün gəldiyiniz üçün Günay xanım. Əziz izləyicilər, bugün biz burada Avropada təhsil imkanları, müraciət prosesi incəlikləri barəsində danışdıq. Növbəti Avropa dalğasında görüşənədək. Hələlik.